Salam, dəyərli yayınlar, sınaq 6, 5-ci sinif riyaziyyat suallarının izahına baxırıq. Keçək suallara. Deməli, 26-cı sualda A bölünsün B kəsiri 80-də 70 kəsirinə bərabər, B bərabər də 32 olarsa A-nı tapın. Diqqət eləsək, A bölünsün B kəsiri bərabərdir 80-də 70. Bu 80-də 70-i 10-a ixtisar eləsək, deməli elə bu sıfırları silsək, olar 8-də 7. Ona ixtisar eləmiş olduq. B bərabər də 32. B-nin 32 olması üçün, baxın, B-nin 32 olması üçün elə bil olur 32-də A bərabərdir 8-də 7. Burada diqqət eləsək, deməli 8-i vurublar 4-ə. O zaman 7-ni də vurmalıyıq 4-ə. A bərabər olar 7 vurulsun 4, o da bərabərdir 28-ə. Yəni doğru cavabımız olar D variantı. 27-ci sualda deməli A-nın yerinə aşağıdakılardan hansı yazıla bilər? Bunları müqayisə etmək üçün eyni məxrəcə gətirməliyik. 15-də 9 kiçik olmalıdır A-dan, o da kiçik olmalıdır 15-də 13-dən. Burada deməli yaza biləcəyimiz 15-də 10 ola bilər və 15-də neçə ola bilər? 11 və 12. 15-də 10, 15-də 11, bir də 15-də 12. Burada 15-də 10-u ixtisar eləsək 5-ə, alarıq 3-də 2. 3-də 2. 15-də 11 ixtisar olunmur. 15-də 12-ni də 3-ə ixtisar eləsək alarıq 5-də 4. Deməli, elə doğru cavabımız 27-ci sualda A variantında var. 28-ci sualda ifadənin qiymətini hesablayın. Minə vurduğumuz zaman, deməli, vergül 3 addım sağa sürüşməsi lazımdır. 434. Baxın, 2 addım sağa sürüşməsi üçün sıfırları yazırıq. Deməli, doğru cavabımız olar B variantı. Vurduqda vergül sağa, böldükdə isə vergül sola gedir. 29-cu sualda deməli 15 çıxılsın 2x ifadəsinin x bərabərdir 3 olduqda aldığı qiymət x bərabərdir 5 olduqda aldığı qiymətdən nə qədər çoxdur? Deməli 15 çıxılsın 2x bərabərdir. X-in yerinə 3 yazsaq 15 çıxılsın 2 vurulsun 3, 6, 15-dən 6 çıxsaq 9. Deməli, ikincidə isə 15 çıxılsın 2x bərabərdir. 15 çıxılsın 2 vurulsun 5. Bu da bərabər 2 dəfə 5, 10, 5. Nə qədər çoxdur? 9 və 5 arasındakı fərq 4 qədər. Doğru cavabımız A variantı. 30-cu sualda deməli, avtobus gedəcəyi yolun 7-də 5 hissəsini getdikdən sonra 180 km qalarsa, deməli 7-də 5-ini gedib. Yerdə qalır 7-də 2 hissəsi. 7-də 2 hissəsi 180 km olan ədədi tapmaq üçün 180-i bölürük 7-də 2-yə. Bu da bərabərdir. 180 vurulsun 2-də 7. Bərabərdir 2 ilə 180 ixtisar gedər. Bu da qalar 90. 90-ı 7-yə vursaq 630. Deməli, doğru cavabımız olar D variantı. 31-ci sual. 31-ci sualda deməli 18 tam 1000-də 24 kiçikdir A. O da kiçikdir 18 tam. Bunu da 1000-də yazsaq 1000-də 120. Deməli, aşağıdakılardan hansı yazıla bilməz? Bunu A variantı 1000-də 20 olar. Bu 1000-də 100 olar. Digərləri isə 1000-dədir. Əgər diqqət eləsək 1000-də 20 bu aralığa yazıla bilməz. Yəni, doğru cavabımız A variantı. Çünki 1000-də 24-dən kiçikdir. 32-ci sual. 32-ci sualda tənliyi həll edin. Deməli, 7x-in üstünə x gəlsək 8x, 2x çıxsaq 6x bərabərdir 24. X bərabər olar 4-ə. Doğru cavabımız B variantı. 33-cü sualda 5-də 3 kəsirini onluq kəsir şəklində göstərin. 5-də 3 sürət və məxrəcini 2-yə vursaq, alarıq 10-da 6. 0,6. Doğru cavabımız B variantı. 34-cü sual. Sinifdəki şagirdlərin 5-də 3-ü oğlan şagirdlərdir. Qız şagirdlərdə 5-də 2-sidir. Faizini tapmaq üçün 100-ə vurarıq. O da bərabərdir 40%. 40% olmuş olar. Doğru cavab B variantı. 35. 20 ədədindən aşağıdakı onluq kəsirlərin hansını çıxsaq 12,98 alır. Deməli, 20 çıxılsın x bərabərdir 12,98. Buradan da x bərabərdir 20 çıxılsın 12,98-ə.
Buna x bərabərdir 7 tam %2. 7 tam %2 doğru cavabımız A variantı. 36-cı suala baxaq. 1 ilə 6-da 1-i toplasaq 1 tam 6-da 1 vurulsun 1 tam 7-də 1 vurulsun 1 tam 8-də 1. Bu da bərabərdir. Hər birini düzgün olmayan kəsirə çevirməliyik. Olacaq 6-da 7 vurulsun 7-də 8 vurulsun 8-də 9. Deməli buradan 7-lər ixtisar gedər. 8-lər ixtisar gedər. Qalar 6-da 9. 3-ə ixtisar eləsək məxrəcdə 2, surətdə 3. 2-də 3. Doğru cavabımız D variantı. 37. Deməli 90 litr günə baxan yağını neçə ədəd 6-da 5 litrlik qablara doldurmaq olar? Yəni 90 bölünsün 6-da 5 da bərabərdir. 90 vurulsun 5-də 6 da bərabər. 5 ilə 90 ixtisar gedər 18. 18 6-ya vursaq deməli 8 yazıq 4 yadda 10. 108. Doğru cavabımız D variantı. 38-ci sualda ədəd 200-dən 140-a qədər azalarsa neçə faiz azalmış olar? 200-dən 140-a azalmaq, yəni o deməkdir ki, 200 çıxılsın 140 bərabərdir 60. Yəni 60 200-ün neçə faizdir? Vurulsun 100. Deməli baxın, ixtisar gedər 30. 30% azalmış olar. Doğru cavab B variantı. 39-cu sualda ifadənin qiymətini hesablayın. Yəni 3 tam %14 vurulsun 1 tam onda 5. Da bərabərdir. 5 dəfə 4 20 0 yazaq. 2 yadda 7 15. Deməli 314. 314. 0 1 yazaq. 1 yadda 6 1 yadda 7 4. Deməli vericidən sonra 3 rəqam olduğuna görə 4 tam %71. Doğru cavabımız olar A variantı. 40-cı suala baxaq. 40-cı sualda isə ifadənin qiymətini hesablayın. 10-u 0 tam %5'ə vursaq alarıq 0 tam onda 5. Üzərinə gəlsin 40-ı 0 tam onda 1'ə bölsək deməli alarıq 400. Və bunları toplasaq 400 tam onda 5. Doğru cavabımız A variantı. 41-ci sual. Gülşən 40 tapşırığın 30'unu doğru, qalanlarını isə yanlış cavablamışdır. Deməli 30 doğrudur, 10 yanlış. Gülşən tapşırıqların neçə faizini doğru? Neçə faizini doğru deyəndə, yəni ümumi tapşırıqlar 40, 30'u doğru olduğuna görə vururuq 100'ə faiz nisbətini tapmaq üçün. 300'ü də 4'ə bölsək 75%. Doğru cavabımız olacaq C variantı. Baxaq 42-ci suala. İfadənin qiymətini hesablayın. Deməli 2 üzərinə gəlsin. Mötərizənin içərisini birinci hesablasaq, deməli olar 9'da 3 çıxılsın 9'da 2. 3'də 1'i 9 məxrəcinə gətirdik. Bu da bərabərdir. 2 üzərinə gəlsin 9'da 1 olar. Bu da bərabərdir 2 tam 9'da 1. Cavablara diqqət eləsək, hamısını düzgün olmayan kəsr şəklində verdiyinə görə düzgün olmayan kəsr şəklində çeviririk, olur 9'da 19. Doğru cavab B variantı. 43-cü sual. 43-cü sualda A plus 6A çıxılsın. A bərabərdir 2 bərabərinin doğru olması üçün boş xanaya uyğun ədədi tapın. Deməli A ilə 6A-nı toplasaq 7A. 7A-dan neçə A-nı çıxsaq 2A qalar, təbii ki 5A-nı. Deməli burada A-nın yerində olan rəqəmimiz 5 imiş. Doğru cavab D variantı. 44-cü sual. 44-cü sualda deməli burada əvvəlcə nə etməliyik? 7'də 6 vurulsun olar neçə? 13'də 11. Düzdür? Çünki tərsinə çevrilir. Çıxılsın 7'də 6 vurulsun 13'də 11. Eyni ədəd çıxsaq təbii ki 0 eləmiş olar. Doğru cavab A variantı. 45-ci sualda hansı ədədi 3'ə vurub 12 əlavə etsək 39 alınır? Və həmin ədədi bilmirik. Yəni x vurulsun 3 üzərinə 12 əlavə etsək bərabərdir 39. Tənliyimiz olur bu formada. 3x bərabərdir deməli 27, x bərabərdir 9. A variantı. 46-cı sualda 2'də 1 ilə 6'da 1'nin cəmi 280 olan ədədi tapın. 2'də 1'i, yəni baxın 2'də 1x üzərinə gəlsin 6'da 1x bərabərdir 280. Hər birini 6'ya vursam, deməli
6'ya vurmaq ehtiyacı. Toplasaq deməli 6'da 3x üzərinə gəlsin. 6'da 1x bərabərdir 280. Buradan 6'da 4x bərabərdir 280'ə. X bərabərdir 280 bölünsün 6'da 4'ə. Buradan da x bərabərdir 280 vurulsun 4'də 6. 4 ilə 280 ixtisar gedir. Bu da qalar 70. 76'ya vursaq x bərabərdir 420. Deməli doğru cavabımız oldu C variantı. Daha sonra baxaq 47-ci suala. 47-ci sualda tənliyindən x-i tapın. Deməli burada x bölünsün 4 çıxılsın 3,6 bərabərdir. 8,5'də 2'ni 8,4 sürət və məxrəcini 2'yə vursaq onluq kəsrə çevirmək üçün. 8,4. Deməli buradan x bölünsün 4 bərabərdir. 8,4 üzərinə gəlsin 3,6. Buradan da x bölünsün 4 bərabərdir. 11, 12. X bərabərdir 4 vurulsun 12. X də bərabərdir 48. Doğru cavabımız D variantı. 48-ci sualda cəmi 55 olan 2 ədəddən biri o birindən 19 vahid böyükdür. Deməli ədədlərdən biri x olsun, biri isə x plus 19 olsun. 19 vahid böyükdür. Cəmi isə 55 bərabərdir 55'ə. Tənliyimizi həll etsək 2x bərabərdir 55 çıxılsın 19. Buradan da 2x bərabərdir 36'ya x bərabərdir 18. Böyük bu ədədlərdən böyük olanı tapın. Deməli biri 18'dirsə 19 vahid böyük olanda 18 üzərinə gəlsin 19 37. Böyük ədədi soruşduğuna görə 37 olmuş olar. 49-cu sualda ifadəsinin qiymətini hesablayın. Deməli əvvəlcə mötərizənin içərisini hesablasaq 24,46'dan 6,3'ü çıxmalıyıq. Biraz sıra əlavə etsək 6, 1, 18,16. 18,16'nı vurmalıyıq 2,5'ə. 2,5'ə. 5 dəfə 6, 30, 0 yazaq 3 yadda, 8, 0 yazaq 4 yadda, 9. 2 dəfə 6, 12 yazaq 1 yadda, 2 dəfə 1, 2, 1 də yadda 3, 2 dəfə 8, 16, 6 yazaq 1 yadda 3. Deməli 0, 0 yazaq 1 yadda, burada 4, 5 yazaq 1 yadda, burada isə 4. 3 dənə vergüldü sayırıq. Deməli doğru cavabımız olur 45,4. Bu formada və baxaq ən sonuncu suala. Deməli ifadəni sadələşdirin və x bərabər 24 olduqda ifadənin qiymətini hesablayın. Deməli bu ifadəni sadələşdirmək üçün əvvəlcə mötərizəni açırıq. 49 üzərinə gəlsin 15x-ə vursaq 15x çıxılsın 45 üzərinə gəlsin 3x çıxılsın 11x. Bu da bərabərdir. Deməli 49, 45 qalar 4 üzərinə gəlsin 15'in üzərinə 3x gəlsək 18x 11 də çıxsaq qalar deməli 18x-dən 11x çıxsaq 7x. Və x-in yenə bizdən deyir 24. Deməli 4 üzərinə gəlsin 7 vurulsun 24 bu da bərabərdir. 4 üzərinə gəlsin 7 dəfə 4 28 8 yazaq 2 yadda 14 2 də yadda 16. Deməli 168'in üzərinə 4 əlavə etsək 172. Bu qədər bütün sualların izahına baxdıq. Sağ olun, hər birinizə uğurlar.